Astanada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə nazirlərinin 5-ci toplantısı keçirilib. Tədbirdə Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Türkiyə və Özbəkistanın səhiyyə nazirləri, Türk Dövlətləri Təşkilatı Baş katibi Qubanışbek Ömrəliyev iştirak ediblər. Müzakirələrin gündəliyinə Türk Dövlətləri Təşkilatında səhiyyə sistemi, tibb və əczaçılıq sənayesində əməkdaşlıq, bu sahədə beynəlxalq təşkilatların rolu kimi məsələlər daxil edilib. Öz çıxışında Türk Dövlətləri Təşkilatının baş katibi Qubanışbek Ömrəliyev təşkilat üzvlərinin əməkdaşlığı və 2023-cü ildə qəbul edilmiş fəaliyyət planının icrasında mühüm irəliləyişlərin olduğunu vurğulayıb. Tədbirdə həmçinin səhiyyə sahəsində aktual problemlərin müzakirəsi aparılıb. Ortaq problemlər müzakirə olunub. 4-cü görüş zamanı, bildiyiniz kimi 4-cü görüş məhz Şuşa şəhərində keçirilmişdi keçən il. Həmin görüşdən az vaxt keçməyinə baxmayaraq, böyük həcmdə işlər görülüb. Bu işlərdən bəzilərini xüsusilə vurğulamaq istəyirəm. Türk Dövlətləri Təşkilatı çərçivəsində Vahid Türk Transplant Vahid informasiya platforması işə salınmağa hazırlanıb. Həmin platforma vasitəsilə üzv ölkələrin, donorların və resipiyentlərin orqan nəqli üçün vahid bazası formalaşır. Bu bir istiqamət idi. Digər istiqamət isə səhiyyə sektorunda vahid investisiya siyasətinin formalaşdırılmasına dair müzakirələr olub. Bildiyiniz kimi Türk Dövlətləri Təşkilatı üzv ölkələrin toplam əhalisi 200 milyona yaxın olan əhalidir. Böyük iqtisadi imkanlar var. Səhiyyə sektorunda istənilən sərmayələri qoymaq üçün böyük maraq var. Bu istər xəstəxana infrastrukturunun yaradılmasına, istər əczaçılıq istehsalatına, biotexnoloji istehsalatına, müəyyən tibbi avadanlıqların istehsalatına yönəlmiş bir sərmayələr ola bilir. Təbii ki, vahid məkanın formalaşması üçün düzgün, optimal siyasətin yürüdülməsi vacib bir amildir. Bu istiqamətdə alt işçi qrupları yaradılıb. Ümidvarıq ki, növbəti iclasa qədər bu mühüm istiqamətdə əsas qərarlar artıq verilmiş olacaq. Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin 2025-2026-cı illər üçün fəaliyyət planının layihəsi hazırlanıb. Plana əsasən xüsusilə səhiyyə sahəsində texnologiyaların inkişafı və transferi, kadr potensialının gücləndirilməsi, Türk dilli ölkələrdə tibbi turizmin, əczaçılıq, transplantasiyanın inkişafı kimi məsələlər yer alıb. İclasın yekunları üzrə birgə bəyannamə imzalanıb ki, burada beynəlxalq və regional təşkilatlar, özəl sektorla icmaların qarşılıqlı fəaliyyəti və əməkdaşlığın artırılması, o cümlədən beynəlxalq qurumlarla dialoqun inkişafı əks olunub. Eləcə də vahid tibbi elmi məkan yaradılması, birgə elmi tədqiqatların aparılması, tibbi təhsilin vahid standartlarının müəyyənləşdirilməsi kimi məsələlərin müzakirəsi edilib.